17 fevral 2026. Bürclər nə deyir? Kanala abunə olmağı unutmayın. Qoç bürcü. Tək başına bir axşam, həqiqi dostlarınızla bir an planlamaq, yaxın dairənizə daha çox vaxt ayırmaq vaxtıdır. Qavrayışınız genişlənir, daha qəbul edici olacaqsınız. Əhval-ruhiyyə, yaxşı ümumi baxış, səmərəlilik və özünü idarə etmək gündəmdədir. Başladığınız hər şeyi tamamlamaq və bir çoxlarını təəccübləndirmək üçün bütün lazımi imkanlara sahibsiz. Aydəmdir, parlayacaqsınız. Sevgi həyatı. Özünüz olmağa cəsarət etmək üçün lazım olan bütün enerjiyə sahibsiz. Mənim ağırlığım sevgidir, deyə müqəddəs Avqustin demişdir və bugün siz bunu təsdiq edə bilərsiniz. Sevgi impulslarınız mükafatlandırılır. Evli olanlar. Digər yarınız həyatınızı harmonik edir. Günü mane olan kiçik şeylərə qapılmağınıza mane olur. Sizi səthi öhdəliklərə bağlayan bağları qırır və hədəflərinizə doğru uçmağınıza kömək edir. Harmoniya hökm sürür. Bugün nə gözəl bir duosuz. Sübaylar, ürəyiniz döyünür, qan damarlarınızda həmişəkindən daha sürətli axır. Hətta oksigen molekullarının ağciyərlərinizi doldurduğunu hiss edə bilərsiniz. Xeyr, tam bir coşqun içində deyilsiz, aşiqsiz. Sevgi bəzən sizə nəzərdə tutulan insana gözlərinizi açar və həyatı daha poetik edər. Pul axını. Müəyyən investisiyaların eksentrikliyinə qapılmağa icazə verin. Heç kimin təsəvvür edə bilməyəcəyi yerdə böyük qazanclar əldə edə bilərsiniz. İş ortaqlarınız metodlarınızı anlamağa çalışacaq, amma yaxşı bir izah da versəz bunları başa düşməyəcəklər. İş həyatı. İş danışıqları aparmaq və klientləriniz və ya peşəkar əlaqələrinizə yeni nəfəs vermək üçün çox yaxşı gündür. Gün boyu inandırmaq üçün əla bir meyliniz var. Asudə vaxtı. Səma müttəfiqinizdir və sizi həddinizi aşmağa təşviq edir. İstər sentimental, istərsə peşəkar yüksəlişlərinizi asanlaşdırır və cəsarətinizi əhəmiyyətli dərəcədə gücləndirir. Kim olduğunuzu göstərmək istəyirsiniz və bunu etmək imkanınız var. Boğa bürcü. Daha az tələsmək iradəsi göstərməyə qərarlı görünmürsünüz. Münasibətiniz sizi peşman ola biləcəyiniz səhvlərə sürükləyə bilər. Ayrıca, biraz sərt sözlərinizlə sevdiklərinizi incitməməyə diqqət edin. Əhval-ruhiyyə. Öz muxtariyyətinizi qorumaq bəhanəsi ilə çox uzaq olmayın. Bu sizi başqaları ilə isti təmaslardan məhrum edir və bir güzəşt və ya dostcasına bir razılaşma üçün ruhunuzu itirməyəcəksiniz. Çeviklik və nəzakət. Sevgi həyatı. Evin bütün məsuliyyətlərini öz üzərinizə almaq sizin işiniz deyil. Tərəfdaşınızın bununla məşğul olmasına və idarə etməsinə icazə verin. Çiyninizdən bir yük atmaq sizə çox yaxşı gələcək. Ulduzlar sizi gücləndirir, yaxşı enerjilər geri qayıdır. Evli olanlar. Son bir neçə həftədə havada elektrik varsa, indi ulduzların faydalı təsirləri sayəsində tərəfdaşınızla hər şey daha yaxşıdır. Bağlarınız güclüdür. Hər şeyə baxmayaraq bir-birinizi dəstəkləyirsiniz. Dayanmağa davam edin. Subaylar. Sakinliyiniz və təmkinliyiniz birdən çox insanı heyran edə bilər. Hərəkət etmədən müşahidə etməyə qərar verdiyinizdə, bu, vəziyyətin sizə qəribə göründüyünü anlamına gəlir. Bununla bərabər, bir insana çox uzun müddət onu araşdırmadan güvənməyiniz mümkündür. Pul akışı. Sevdiyiniz əyləncələr üçün, sevdiklərinizi sevindirmək üçün biraz pul ayırırsınız. Ayaqlarınız yerdədir, çünki hələ də ağıllısınız və həmişə az-çox qeyri-sabit olan dövrün fərqindəsiniz. Müsbət bir inkişaf yaxındır. İş həyatı. Bugün inandırmağa çalışsanız, əhəmiyyətli rəqiblərlə və onlara qarşı çıxmaqda çətinliklərlə qarşılaşacaqsınız. Assosiasiyalarınızın çox münaqişəli, lakin hələ də aktiv və enerjili bir atmosfer tərəfindən çətinləşdirilməsi mümkündür. Asudə vaxtı. Əgər əfsanəvi təmkinliyinizdən çıxıb vərdişlərinizin, əlaqə dünyanızın, düşüncə tərziniz və rutininizin böyük bir təmizlənməsində iştirak etməyi bacararsanız, bu potensial olaraq əla bir gündür. Dəyişiklik vaxtıdır. Əkizlər bürcü. Ətrafınızda çox hay-küy var,
Amma lazım olanda zehni olaraq necə qaçacağınızı biləcəksiniz. Böyük formadasınız. Arzularınızın arxasınca getmək üçün qanadlanacaqsınız. Amma uzanan müzakirələr üçün enerjiniz az olacaq. Əhval-ruhiyyə. Bugün daha çox çeviklik göstərir və güzəştlər etməyə hazırsınız. Münasibətinizin əlaqə həyatınızda faydalı təsirləri olacaq. Ona görə də bundan tam faydalanmaq vaxtıdır. Sevgi həyatı. Temp sakitləşir kimi görünür, amma hələ də edəcək çox işiniz var. Məhdudiyyətləri qəbul edir və çətinliklərlə yaxşı yumorla üzləşirsiniz. Duyğusal mükafatlar bütün səylərinizə uyğun olacağını vəd edir. Pul axını. Dostluqları gücləndirmək və maliyyənizi kontrol etmək üçün əla bir gündür. Bunun əlinizdən sürüşməsinə imkan verməyin. Hər halda dəyişmək qabiliyyətinizə şübhə həmişə mövcud olacaq və gələcək maliyyə vəziyyətinizi qeyri-müəyyən edəcək. İş həyatı. Bugün dəyər verdiyiniz biri ilə komanda qurmaq şansınız ola bilər. Ay sizi effektiv əməkdaşlığa və mübadiləyə təşviq edir. Əgər qeyri-ticarət sektorunda işləyir və ya fəaliyyət göstərirsinizsə, bu mükəmməldir. Asudə vaxtı. Aktivləşirik, temp artır. Bugün öz sürprizlərini ehtiva edir və anın əhvalını hiss etmək üçün antenalarınızı uzatmağa təşviq edir. Fürsətləri, əlverişli axınları, irəliləməyə imkan verən tendensiyaları tutmaq vaxtıdır. Xərçəng bürcü. Həssaslığınız zehni həyəcanla qarışıb. Öz qabığınızdan çıxmaq, çəkinmələrinizə yeni bir perspektivdən baxmaq müdriklik olardı. Saxta təvazökarlıq etmədən özünüzü ifadə etməyə ehtiyacınız var. Əhval-ruhiyyəsi. Müzakirələrə, danışıqlara başlamaq, deyəcəklərinizi ifadə etmək, fikirlərinizi çatdırmaq vaxtıdır. Həqiqətən ünsiyyət diqqət mərkəzindədir və həmsöhbətlərinizin rəğbətini qazanacaqsınız. Beləliklə, mesajlarınızı incəliklə çatdırmaq üçün bundan faydalanın. Sevgi həyatı. Bəziləri sizin üzərinizdə üstünlük qazanmaq üçün köhnə mübahisələri canlandırmaq istəyəcək. Soyuqqanlı qalın və keçmişi bir kənara süpürün. Ay səs baryerini qırır və başqa şeylərə keçir. Onun planetlər arası raketinə minin. Sizi çox uzaqlara aparacaq və həyatı sizə fərqli bir şəkildə göstərəcək. Evli olanlar. Hər şey ünsiyyət qurmaq üçün istifadə etdiyiniz üsuldadır. Planetlər əsas yolları tutmağı tənşif edir. Amma onu yaxşı formalaşdırsanız, daha yaxşıdır. Birbaşa məsələyə getmək yanaşması heç də hər kəsin zövqünə uyğun deyil. Biraz xeyirxahlıq səpin. Subaylar. Əgər ildırım quruluyursa, keçməsini gözləyin. Kimsə özünü ifadə etməyə ehtiyac duyur və siz ön sıradasınız. Narahatlığa qapılmaq mənasızdır. Ay biraz toxunmadı. Nəticədə hər kəs əziyyət çəkir. Böhrandan uzaqdan baxın və narahat olanları təsəlli edin. Pul axışı. Başqa peşəkar və ya iqtisadi həll yolları, işinizi görmək üçün yeni yollar axtarmalısınız. Hələ də gəliriniz var və pul mütləq sizə çatışmır. Amma sizə gözlənilmədən xərclər səbəb olan bir uğursuzluqla üzləşməli olursunuz. İş həyatı. Yeni şeyə keçid etməlisiniz. Tək fərqlə ki, təkrar tərəddüd edirsiniz. Layihələrinizdə irəliləməkdə çətinlik çəkirsiniz. Köklü bir dəyişiklik üçün zəruri addım yenidən qiymətləndirmə olacaq. Asudə vaxtı. İncə dəyişikliklər baş verir. Ay sizi daha incə düşünməyə təşviq edir. Bu gözəl keçid sizi yeni maraqlarla, yenilənmiş layihələrlə və müxtəlif olduğu qədər də doyurucu münasibətlərlə yaxşı əhval-ruhiyyə də saxlayır. Şir bürcü. Özünə inamınız yüksəlir, həyat eşqiniz ətrafınızdakı atmosferi yüngülləşdirir. Qiymətləndiriləcəksiniz, instinktiniz sizi doğru yolu göstərir. Bədəninizə qulaq asın, qidalanma vərdişlərinizi nəzərdən keçirmək yaxşı olardı. Əhval-ruhiyyə. Layihələriniz həqiqətən formalaşmağa başlayır. Doğru istiqamətdə getməkdə daha sakin və daha israrlısınız. Məsləhətləriniz sevdikləriniz tərəfindən qiymətləndirilir. Çünki geri çəkilib baxırsınız və cavablarınızı parlaq şəkildə əsaslandırırsınız. Sevgi həyatı. Döyüşləri və digər əlaqə münaqişələrini dayandırın.
Bugün bir-birinizlə hörmət çərçivəsində aparılan bir qədər düşüncəli və tez-tez sevgini, dostluğu incəliklə qarışdıran gözəl mübadilələr vəd edir. Kainatın təqdim etdiyi bu qardaşlıq sehrinə özünüzü açın. Evli olanlar. Münasibətinizin unikal xarakterini aktivləşdirməyə gələn gözəl səma enerjiləri. Tərəfdaşınızla fəxr edirsiniz. Onları spesifik xüsusiyyətlərinə görə sevirsiniz və bugün onlar sizə vacib və ahəngli görünürlər. Seçmək imtina etməkmi? Zen, seçiminiz düzgün idi. Sübaylar. Eyforik və görücü bir atmosfer bugünə xüsusi bir məna verir. Siz ilk görüşdən məhəbbət xəyal edirsiniz. Digərində sizi tamamlayanı görürsünüz. İçinizdəki kiçik səs bunun tezliklə olacağını deyir. Cazibədarlığınızı artırın. Pul axışı. Özünüzü çətinə salmağa ehtiyac yoxdur. Bugün maliyyə layihələrinizi mükəmməl idarə edirsiniz. Büdcənizi tarazlaşdırmaq üçün əsl arzunuz sayəsində. Buna çatmaqdan yalnız bir addım aralasınız. İndi sizə qalan strategiyanızı doğru istiqamətdə tətbiq etməyə davam etməkdir. İş həyatı. Hazırki dövr ümidvericidir. İşlər tək şərtlə yaxşı gedir. Bunu tək edə biləcəyinizə inanmağı dayandırmalısınız. Fürsətlər tez yaranır. Başqalarından kömək qəbul edin. Asudə vaxtı. Yeni bir inkişaf dövrünə başlayırsınız və əsasən müdafiənizi gücləndirmək üçün planetar enerjidən faydalanırsınız. Yanacağınızı yığmaq və ehtiyatlarınızı doldurmaq üçün bu xeyirxah səmanın içinə dalın. Çünki onlar qarşıdakı günlərdə sizə xidmət edəcək. Qız bürcü. Qaçmaqdansa dayanmaq daha yaxşıdır. Qaçsanız, səmanın sizə təqdim etdiyi hədiyyələrdən tam həzz alacağınız dəqiq deyil. Səma yaradıcılığınızı təşviq edir. Amma evinizdə bir böhranın astanasındasınız. Əhval-ruhiyyə. Həmişə son sözü deməyə çalışmayın. Sanki şərəfiniz bundan asılıymış kimi. Başqalarının fikirlərini daha tez-tez nəzərə alın. Bu, düşüncənizi genişləndirəcək və daha dözümlü olduqca sizi daha sevimli edəcək. Sevgi həyatı. Azad və yüngül hiss etmək istəyirsiniz? Yolunuzu kəsən heç bir məhdudiyyət yoxdur. Sizi xoşu gəlməyən bir şeyi etməyə heç kimin sizi vaz keçirməsinə icazə vermədən tam olaraq xoşunuza gələni edirsiniz. Evli olanlar. Tərəfdaşınızla rutindən qaçmaq üçün spontan çıxışlara ümid edirsiniz. Və bu, hər ikinizə çox yaxşı gəlir. Əsas olan, yaxınlaşmaq üçün geri addım atmaqdır. Fikir yaxşı işləyir. Subaylar. Dövr zamanla davamlı əlaqələr qurmaq üçün əlverişlidir. Sizə insani olaraq çox şey qazandıracaq görüşlər edirsiniz. Dərhal aşiq olmasanız belə, yaxşı başlanğıcdır. Pul axışı. Hazırda sizə edilən investisiya təklifləri çox uyğun görünmür. Bir çox mövzuda fikir mübadiləsi aparmaqda çətinlik çəkməyəcəksiniz. Amma sizi zənginləşdirmək üçün tərəfdaş tapmaqda daha çox çətinlik çəkəcəksiniz. İş həyatı. Mübadilələr daha elektrikli bir dönüş alır və siz xüsusilə sosial və peşəkar həyatınızda ətrafınızda çoxalan şifahi hücumlardan və ya egoist davranışlardan öz həssaslığınızı qorumaqda çətinlik çəkirsiniz. Asudə vaxtı. Resurslarınızdan tarazlı müzakirə aparmaq və cədvəlinizi optimallaşdırmaq üçün istifadə edin. Rahatlamaq üçün azca azadlıq ehtiyatında saxlayın. Kənddə gəzintiyə çıxın və dərindən nəfəs alın. Tərəzi bürcü. Bugün atmosfer yüngüldür. Həyatdan zövq almaq üçün özünüzü daha azad hiss edirsiniz. İmpulslarınızı izləyin. Enerjiniz yüksəkdir. Dayanmaqda çətinlik çəkəcəksiniz. Sürətlə tələsməyi qarışdırmayın. Əhval-ruhiyyəsi. Anın təsirləri yaxşı anlayış, birliklər, tərəfdaşlıqlar və kollektiv layihələri üstün tutur. Yaxşı fikirləriniz təsir bağışlayır. Sizi tərəddüdsüz izləyirlər. Diplomatiya və yaxşı yumorla hərəkət edərək böyük məmnuniyyət əldə edəcəyinizə əmin olun. Sevgi həyatı. Başlamaq və yüngül, açıq, mühakiməsiz ünsiyyət qurmaq üçün ideal gün. Enerjik, canlı, dağları yerindən oynatmaq əhvalındasınız. Hissləriniz ehtişamlıdır. Bugün instinktinizi izləyin, sizi xoşbəxtliyə aparır. Evli olanlar.
Ruhunuzu qıdıqlayan güclü bir arzu. Digər yarınızla yeni bir həyata qovuşmaq arzusu. Onlara gizli planlarınızı açmaq üçün sürpriz hazırlayır. Köhnə günlərdəki kimi romantik bir görüş təklif edirsiniz. Sevgi və sir, gözəl bir kimyadır. Sübaylar. Fürsətlər və sürət. Hər ehtimala hazır olun. Bugün sevgi elektriklənib, qəfəsə salmaq mümkün deyil. Enerjilərin sizi özünüzü ortaya qoymaq qabiliyyətinizi necə gücləndirdiyini hiss edin. Ən böyük arzunuz həyata keçə bilər. Pul axını. Bugün çox müsbət nəticələrə göstərdiyiniz gündəlik sədaqət sizə yüksəliş və ya əlavə güzəştlər əldə etmək şansı verə bilər. İş həyatı. Şirkətiniz daxilində böyümək imkanınız var. İnnovativ perspektivlər təklif etməkdən çəkinməyin. Sizə qarşı yaxşı niyyət var. Komandanız fikirlərinizi həvəslə qarşılayır və fiqurlarınızı irəli aparmaq üçün tam azadlığınız var. Asudə vaxtı. Yaradıcılığınız həm kiçik, həm də böyük hərəkətlərdə parlayır. Bütün qələbələrinizdən şəxsi qürur duya bilərsiniz. Bu, arxanızca daşıdığınız bir uğur izi kimidir. İnkişaf etməyə imkan verir. Əqrəb bürcü. Həmişəkindən daha cazibədar olacaqsınız. Arxanızda qırıq ürəklər qoymamağa diqqət edin. Təkəbbürlü insanlardan qaçın. Onlar enerjinizi tükəndirir. Öz rifahınız haqqında daha çox düşünün. Əhval-ruhiyyə. Evinizə, bağçanıza qulluq etsəniz, əla fikirlərlə dolub daşacaqsınız. Yaradıcılıq daha çox ev təsərrüfatınızla bağlı olan hər şeyə damğasını vurur. Amma yaxşı fikirlərinizi həyata keçirmək həmişə asan olmur və əsəbləşməklə daha yaxşı nəticələr əldə etməyəcəksiniz. Sevgi həyatı. Hisslərinizi ifadə edə bilmirsiniz. Bu da sevdiklərinizlə çaşqınlıq yaradır. Nəyin səhv olduğunu düzəltməyi bilmədən özünüzü rədd edilmiş və anlaşılmamış hiss edirsiniz. Pul axını. Birdəfəlik məbləğlər tam vaxtında gəlməlidir. Bu da işləri biraz yaxşılaşdıracaq. Hesablarınız hələ ki biraz qalxıb enir. Amma narahat olmayın, hələ də pulunuz var. Maliyyə vəziyyətiniz yaxşılaşır. İş həyatı. Əgər iş tapırsınızsa, bugün ən həyəcanlı gün deyil. Amma iş təklifləri tapmaq üçün ətrafınızdakı dünyanı kəşf edərək onu faydalı edə bilərsiniz. Rastlaşdığınız insanlarla əlaqə qurmaq üçün səy göstərin. Asudə vaxtı. Müsbət təsirlər biraz riskli görünən bir vəziyyəti düzəltməyə imkan verir. Əgər zəif idarə olunmuş bir dönüşdən və ya səhv başlanmış bir diyaloqdan sonra toparlanmağa ehtiyacınız idisə, aydındır ki, hər şey yenidən mümkün olur. Özünüzü daha yaxşı hiss edirsiniz. Ox atan bürcü. Gündəmdə intensiv məmnuniyyətlər var. Layihələrinizi həyata keçirmək üçün müsbət dəstək tapacaqsınız. Ətrafınızda o qədər çox fəaliyyət var ki, enerjinizi tükədə bilərsiniz. Sakitlik axtarın, bədəninizi dinləyin. Bürcünüz. Yaxşı yumorunuz yoluxucudur. Bugün gününüzü işıqlandırmaq üçün sizə güc verəcək olan da budur. Bu faydalı atmosferə qapılmaqdan və ətrafınızdakılarla hər anın dadını çıxarmaqdan başqa sizə nə məsləhət görə bilərəm? Sevgi həyatı. Romantik cəhdlərinizin uğuru üçün lazımi imkanlara sahibsiniz. Səma görüşləri üstün tutur. Subaylar yaxın dairələri ilə ünsiyyət qurmağı, həm də ruh yoldaşlarına rast gəlmək ümidi ilə səyahət etməyi qaydaya çevirməlidirlər. Evli olanlar. Özünüzə güvəndiyiniz və cazibədar hiss etdiyiniz çox xüsusi bir andır. Bu hissi və şəhvani fürsətdən həzz alın. Aydın və paylaşılmış duyğular və arzular sizi qarşılıqlı əlaqələrinizdə mükəmməl edir. Subaylar. Sülhü qoruyursunuz və çox yaxşı gedirsiniz. Alovlu baxışlarınızla cazibədarsınız. Günü istər sevgidə, istərsə də dostluqda özünüzü cazibədar göstərmədən bitirsəniz, bu təəccüblü olardı. Pul axışı. Bugünün başlanğıcı sizinlə xüsusilə incə olmasa da şans gəlir və personal inamınızı artırır. Peşəkar mühitinizi gücləndirən və hətta sizi maaş artımı ilə mükafatlandıra biləcək bir əminlik forması saçırsınız. İş həyatı. Səhərdən etibarən gözəl görünüşünüz və olimpik formanız üçün komplimentlər alırsınız. Doğrudur da.
Səhərə sağ ayaq üstə qalxmısınız və hər ehtimala hazırsınız. Gün çox perspektivli görünür. Asudə vaxtı. Sosial və ya dostluq həyatınızı genişləndirmək, qruplarla əlaqə saxlamaq və ya komanda işini davam etdirmək üçün ideal bir gündür. Çölə çıxın. Ən gözəl fürsətlər hazırda görüşlərinizdə və mübadilələrinіздədir. Oğlaq bürcü. Bugün çox sürətli danışmağa meyilli olacaqsınız. Səhvlərdən qaçın, fərqli düşünün və ən başlıcası mülayim qalın. Öz işinizi müdafiə etmək üçün sonsuz mübahisə edərək özünüzü tükənmiş hiss edirsiniz. Boş söhbətlərdən qaçın. Əhval-ruhiyyəsi. Həyatınızın sürətli tempindən qaynaqlanan müvəqqəti enerji düşkünlüyü sizi ruhdan salmasın. Lazım olanı edin və həddindən artıq səy göstərərək parlamağa çalışmayın. Sevgi həyatı. Müstəqillik susuzluğunuz yaxın ətrafınızla, hətta övladlarınızla belə bəzi kiçik problemlər yarada bilər. Məkana ehtiyacınız olduğu doğrudur, ancaq başqalarının da sizə ehtiyacı var. Onlara əhəmiyyət verin və hər şey asanlıqla öz yerinə düşəcək. Evli olanlar. Tərəfdaşınıza edəcəyiniz bir təklif varsa, birbaşa mövzuya girməzdən əvvəl dolayı yıllardan keçəcəksiniz. Sədaqət, evlilik, yaşayış yerinin dəyişilməsi fərq etməz. Cərayət edin. Arzularınız əmr olacaq. Ulduz təsirləri əlverişlidir. Subaylar. Ulduzların təsiri subaylar üçün bir təkanı üstün tutur. Bu imtina etməyə hazır olduğunuz bir anda gələn yaxşı xəbərdir. Sevgi cəbhəsində heç nə istədiyiniz kimi getmirdi. Bu dəyişmək üzrədir. Pul axışı. Daha sərt bir idarə etmə üsulu seçməyi planlaşdırırsınız. Yaxşı qərarlar vermisiniz. İstiqamətinizi dəyişmək üçün vəziyyəti dəyərləndirmək vaxtıdır. Bankerinizə verəcəyiniz suallar var. Onları sadəcə ifadə etməkdən çəkinməyin. İş həyatı. Bir neçə bulud olsaydı, səma tez təmizləndi. Üstəlik, rədd edə bilməyəcəyiniz bir təklif gəldi. Buna ailənizlə müzakirə etməyi üstün bilirsiniz. Onlar da təsdiqləyir. Ulduzlar xeyirxahdır, hər şey sizə gülümsəyir kimi görünür. Asudə vaxtı. Çölə çıxmaq fikri sizi çox şənləndirmir, amma dostlarınız sizi bilinməz yollara aparacaq. Aranızda yaxşı atmosfer hökm sürəcək, dostluq bağları güclənəcək və bu qaçış zamanı tezliklə təbəssümünüzü yenidən tapacaqsınız. Dolça bürcü. Göstərdiyiniz həssaslıq ən yaxşı üstünlüyünüz olacaq. Son günlərdə səbirli olduğunuz üçün özünüzü təbrik edəcəksiniz. Bugün sizə gələn şey keçmiş hərəkətlərinizin nəticəsidir. Əhval-ruhiyyə. Bugün bir rifah küləyi daha rahat olmağınıza və indiki andan həzz almağınıza kömək edəcək. Vaxt özünüzə yalnız sizin üçün bir fasilə vermək, xoşunuza gələni etmək və sevdiklərinizlə xoş bir an paylaşmaq üçün idealdır. Sevgi həyatı. Səma böyük ölçüdə sevişməyi və böyük şəhvətin çalarlarını təşviq edir. Ürəkləri və bədənləri alovlandırır. Transa yaxın bir haldır. Əgər problemlər bu alova müqavimət göstərərsə, bunun səbəbini özünüzə sual etməli olacaqsınız. Evlilər üçün. Səma böyük ölçüdə sevişməyi və böyük şəhvətin çalarlarını təşviq edir. Ürəkləri və bədənləri alovlandırır. Transa yaxın bir haldır. Əgər problemlər bu alova müqavimət göstərərsə, bunun səbəbini özünüzə sual etməli olacaqsınız. Subaylar üçün. Səma böyük ölçüdə sevişməyi və böyük şəhvətin çalarlarını təşviq edir. Ürəkləri və bədənləri alovlandırır. Transa yaxın bir haldır. Əgər problemlər bu alova müqavimət göstərərsə, bunun səbəbini özünüzə sual etməli olacaqsınız. Pul axışı. Yaxşı maliyyə imkanlarını axtarmaq üçün daha asan vəziyyətlərdə işləmək istəmirsiniz. Ancaq bu sahədə ən yaxşı və ən güclü olmaq istəyirsiniz. Çox vacib bir ambisiya sizi bürüyür. Bu sizi zənginləşdirmək üçün yaxşıdır, amma sizə bəzi düşmənlər qazandırmaq üçün o qədər də yaxşı deyil. İş həyatı. Gündəlik rutinin sizi sakitləşdirməsinə imkan vermək yoxdur. Orijinal layihələr təklif edərək fərqlənə bilərsiniz. Sosial tartaşlarınız məftun olur və aydındır ki, bu planların qəbul etdirilməsində çətinlik çəkmirsiniz. Asudə vaxtı. Həvəs səviyyəniz yüksəkdir. Bu da sizə həyatı bütün çalarları və zənginliyi ilə görməyə böyük daxili canlılıq bəxş edir.
Coşqun impulslarınızı ağılla idarə etməyə çalışmırsınız, çünki bu anda tamamilə işin içində olmağı sevirsiniz. Balıqlar bürcü. Ətrafınız adi haldan daha tələbkardır və ya sizə qarşı daha az qəbul edici görünür. Geri çəkilib baxmaq, çox impulsiv reaksiya verməmək üçün zəruri olacaq və bununla da böyük ölçülü münaqişələrdən qaçınacaqsınız. Əhval-ruhiyyə. Bugün çevik olun və hər yeni görüşə, fikrə və ya təcrübəyə açıq olun. Həqiqətən də atmosfer enerji verici və sürprizlərlə dolu olacaq. Beləliklə, yaranacaq bütün fürsətlərə qarşı maraqlı olun. Yenilənmə nəfəsi gündəmdədir. Bunun həzzini çıxarın. Sevgi həyatı. Böyük fikirlərlə boğulmusunuz. Öz fikirləriniz və başqalarının fikirləri. Bu, praktik düşüncə tərzinizlə mütləq uyğunlaşmır. Sizə öz qaydalarını qəbul etdirməyə çalışan o şirin xəyalpərəsti tez bir zamanda yerinə oturda bilərsiniz. Bunu çox birbaşa etməməyə çalışın. Evli olanlar. Məsələ aranızdakı harmoniya və kimyadır. Bunu deyib durursunuz. Özünüzü nəvazişə buraxın. Tərəfdaşınız şübhəsiz səmimi anlayışınızdan zövq alır, amma şəhvətinizi daha çox sevir. Subaylar. Əgər əylənmək istəyirsinizsə, şübhəsiz ki, sizə qoşulanlar olacaq. Dostlarınız sizi izləməyə hazırdır, amma ay bəzi əngəllər çıxara bilər. Səbirli olun, hər şey yoluna düşəcək. Pul axışı. Bugün maliyyə hərəkətlərinizi öz şəxsi toxunuşunuzla maddiləşdirmək üçün həvəslə dolusunuz. Temp müsbət şəkildə sürətlənir. Xüsusilə daşınmaz əmlakda düzgün istiqamətdə inkişaf etməyə imkan verəcək yeni təməllər qurursunuz. Beləliklə, cəsarət edin. İş həyatı. Ofisdə yaxşı atmosfer yaratmağın yolunu axtarırsınız. Bunun üçün hər kəsin xoşuna gəlməyəcək, bəzi kiçik güzəştlər etmək lazım gələcək. Effektiv bir həll seçin, qulaq ardına vurun. Asudə vaxtı. Səma münasibətlərinizi qoruyur. Bəzən biraz səs-küylə, sosial, dostluq və ya peşəkar səviyyədə razılaşmaq, fərdiləşmək və sonra uyğunlaşmaq üçün bir neçə gününüz var. Özünüzü ağır vəziyyətlərdən azad edirsiniz və etibar mühiti qurursunuz.